Salamlar olsun hər kəsə, dəyərli izləyicilər. Gördüyünüz bax bu at tırağının sokudur, 100 qramlıq qablardadır. Bu formada 10 dənəsi 1 ay gedir bunun. Marazikada saxlanılır. Səhər, günorta, axşam bir xörək qaşığı içilməlidir. Bu nəyə köməklidir? Demək, birinci köməklik kişilərdə prostat xəstələrinə çox gözəl köməkləyir. Sonra podaqra, maçova kislotanı götürür, podaqrada kimdə varsa əla köməkləyir. Revmatizm xəstələri üçün inanılmaz faydası var. Sonra əsas da demək, insanın daxili orqanlarında olan kistaları zəifləşdirir. İstək yoğun bağırsaqda, istək qaraciyərdə, öddə, qadınlarda süd vəsfində olan kistaları zərərsizləşdirir. Bunun belə 10 dənəsi demək 1 ay bəsləyir. İstifadə qədərs demək qəbulu 2 ay içilir bu kistalar üçün. 1 litri 1 ay bəsləyir. Yəni 2 aya 2 litr bəsləyir. Mütləq marazikdə saxlanmalıdır. Maraziklasının xaladenik marazik dondurucusunda. Bax bundan çıxartmışam marazikada. Görürük ki, bax marazikadadır bu. Bu formada demək. Bunun 9 dənəsini qoyursunuz marazikaya, bu saniyə bir dənəsini səri yerə qoyursunuz. Dona açılmış halda içirsiniz səhər günü axşam. Məsələn, bu qutarda yenə bir dənəsini marazikadan götürürsünüz, dona açılır. Belə qəbul olunur. Köməkdir yenə deyirəm. Uşaqlarda, qadınlarda uşaqlıq